Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Balaca Ayılar adlı ingilis nağılını danışacağam. Balaca ayı meşədəki kolların kölgəsində oturub ətrafı seyr edir və darıxırdı. Mən balaca bir ayıyam. Tək başına nə edə bilərəm? Deyə ayı balası düşünürdü. Bir müddət sonra bir başqa ayı balası yanına gəldi. İkisi də yan-yana oturub birlikdə darıxmağa başladı. Sonra da üçüncü balaca ayı gəldi. Siz iki balaca ayı burada nə edirsiniz? Ürəyimiz sıxılır. İndi artıq üç balaca ayı oturub birlikdə darıxmağa başladı. Birdən birinci balaca ayı dedi. Birlikdə bir daxma düzəldə bilərik. Gəlin başlayaq. İkinci balaca ayı həvəslə dilləndi. Böyük, gözəl bir daxma düzəldək. Üçüncü balaca ayı razılaşdı. Beləliklə balaca ayılar işə başladılar. Birinci balaca ayı ağacları kökündən çıxardı. İkinci balaca ayı onları parçalara ayırdı. Üçüncü balaca ayı bu parçaları rəndələdi, lazımi materialı hazırladı. Sonra isə hamısı birlikdə gözəl daxma düzəltdilər. Bu gözəl daxmada birinci balaca, ikinci balaca və üçüncü balaca ayı üçün birinci balaca, ikinci balaca və üçüncü balaca otaq vardı. Üç balaca otaqda birinci balaca, ikinci balaca və üçüncü balaca ayı üçün birinci balaca, ikinci balaca və üçüncü balaca çarpayı, birinci balaca, ikinci balaca və üçüncü balaca masa və oturacaqlar vardı. Birinci balaca, ikinci balaca və üçüncü balaca otaqlarında da balaca pəncərələr vardı. Qışda havaların soyuq olacağını düşündüklərindən üç balaca ayı otaqlara birinci balaca, ikinci balaca və üçüncü balaca soba düzəltdilər. Sonra odun toplamaq üçün meşəyə getdilər. Birinci balaca ayı ağac kəsdi. İkinci balaca ayı bunları balaca hissələrə ayırdı. Üçüncü balaca ayı isə odunları evə daşıdı. Sonra birinci balaca, ikinci balaca və üçüncü balaca ayı evin qabağında oturub yenidən darıxmağa başladılar. İndi biz darıxırıq? Birinci balaca ayı dedi. Bəli, indi biz çox darıxırıq. İkinci balaca ayı cavab verdi. Bəli, indi biz yaman çox darıxırıq. Üçüncü balaca ayı əlavə etdi. Bəs nə edək ki, darıxmayaq? Birinci balaca ayı soruşdu. Bilmirəm, nə edək? İkinci balaca ayı dilləndi. Darıxmaq çox bir şeydir. Üçüncü balaca ayı köks ötürdü. Sonra birdən birinci, ikinci və üçüncü balaca ayı eyni anda bunu söylədilər. Evə, anamızın yanına gedək. Orada darıxmarıq, ürəyimiz də sıxılmaz. Birinci balaca ayı, ikinci balaca ayı və üçüncü balaca ayı üçü də birdən analarının yanına qaçdılar. Qışda qalmaq üçün tikdikləri daxma isə meşənin ortasında boş qaldı. Meşədəki daxma isə hələ də birinci balaca, ikinci balaca və üçüncü balaca otaqlarına birinci balaca, ikinci balaca və üçüncü balaca ayının gəlməyini gözləyir. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.